Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun, xoş gördük. Bu arada sosial platformalarda bir neçə gündür partlayış əmələ gəlibdir və mən gerçəkdən də çox əsəb keçirdim. İlla da TikTok üzərində paylaşılan videoları izlədikcə gerçəkdən də sinir oldum və fikir bildirmək qərarına gəldim və hər kəsdən də çox xahiş edirəm, maksimum videolarımızı bəyənin, paylaşın dostlar. Və mən buradan sizə bir neçə video izləyəcəm və eyni zamanda da onlara fikrimi bildirəcəm. Çox rica edirəm, diqqətlə bu videonu dinləyin və bəyənin, paylaşın. Deməli, hörmətli izləyicilər, burada bir çox Qarabağlılar Səidə Bəkir qızını topa tüfəngə tutublar. Səidə Bəkir qızı boyda daş düşsün sizin başınıza. Öncəliklə bunu deyim. Sonrası da Səidə Bəkir qızı sizin hamınıza şamil eyləməmişdi dediklərini. Hansı ki, o nə üçün danışmışdı, nə haqqında danışmışdı, hər kəs çox gözəl bilir. Və bugünkü gündə sizlər hansı ki, Səidə Bəkir qızı haqqında ağzınızdan çıxanı deyirsiniz və onu təhqir edirsiniz. Ayıb olsun sizə. Qarabağlıların içərisində bizim yaxşı dostlarımız var, gözəl insanlarımız var, sənətkarlarımız var, müəllimlərimiz var, vəzifələrdə oturanlarımız var. Yəni, bu bizə millət olaraq qarşıdurma yaratmaq, yəni ki, yaramır, yəni yaraşmır. Nədir bunlar? Nə hoqqalardan çıxırsınız? Nə istəyirsiniz? Nəyi verib ala bilmirsiniz? Nədir sizin dərdiniz? Bugünə qədər haradaydınız? Niyə səsiniz çıxmırdı? Bir güllə atmadan belə Laçını verdiniz, qaçdınız, gəldiniz, torpaqlarınızı qoyub, qaçdınız, gəldiniz. Gəlib dövlətin verdiyi yardımların üstünə qarğa quzğun kimi çökürdünüz. Dövlətin hər şeyindən istifadə elədiniz. Pulunu, malını taladınız. Xalqın, millətin pulunu, malını taladınız. Dövlətin əmlakını taladınız. Min bir hoqqadan çıxdınız. Arvadlarınızdan boşandınız. Uşaqlarınızı gətirirdiniz, gecə-gündüz provokasiyalarla məşğul idiniz. Qaçqın.com-un qarşısında, icra başçıların qarşısında, Sosial Müdafiə Nazirliyinin qarşısında dəlilik kağızlarına qədər aldınız. Dövlətin hər cür, yəni ki, sizə verdiyi imtiyazlardan yararlandınız. Dəlilik kağızları çıxaraq pensiyalara çıxdınız. Dövləti hər formada taladınız. Hansı ki, cındır kömalarda qaldınız, dövlətdən aldığınız pullarla villalar tikdiniz qıraqda, heç kim görməsin deyənə, heç kim bilməsin deyənə maskalandınız, oturdunuz o yataqxanalarda, palatkaların altında, güya sizin heç nəyiniz yoxdur. Gecə-gündüz şivən qopardırdınız. Ayrıldığınız arvadlarınızı, uşaqlarınızı qabağa verib, kişilər oradan bəziləriniz arxada oturub, onlara qabağa verib, yəni ki, dövlətin büdcəsini talamaqla məşğul idiniz. İndi çıxıb deyirsiniz ki, mənim 5 evim var. Siz belə qazanmışsınız o 5 evi, 6 dənə evi. O milyonları bu formada qazanmışsınız. Bir çoxları buradan deyir ki, nə bilim, əzab əziyyətlə qazanırlar. Xeyr, siz heç bir əzab əziyyət çəkməmişsiniz. 32 ildir, bugünə qədər də siz dövlətdən yardım alıb yeyirsiniz. Bugünə qədər də siz o vaxtdan istifadə edədiyiniz uşaqlarınızın üzərində pensiyalar, sosial yardımlar və digər yardımlardan yararlanırsınız. Dövlət sizə ev tikdi verdi, dövlət sizə kommunalları pulsuz elədi, dövlət sizə hər şey verdi. O, bu millətin, bu xalqın puludur. Şəxsi əmlakınız kimi düşünməyin. Taladınız, yediniz, bugünə qədər susduq, dinmədik. Nə verib alamayacağınız var? Cəmaatın evlərində girmişsiniz, evlərindən çıxmırsınız. Bu millət sizə qucaq açdı. Bu millət sizə hörmət elədi. Bu millət sizə qaçqın deyib sizi bağrına bastı. Siz bugünkü gündə düşmüşsünüz Səidə Bəkir qızının üstünə ki, sən nə bilim falansan, sən nə bilim feşməkansan. Ağzınıza gələni yalaq-yalaq danışırsınız. Kimə göt atırsınız ha buradan? Utanıb yerə girirsinizmi siz elədiklərinizdən? Mən buradan bir neçə video göstərəcəm. Ondan sonra da fikirlərimi daha dolğun bir şəkildə bildirəcəm sizə, hörmətli izləyicilər. İzləyək, görün burada nə deyirlər. Düşmanlarım. Deməli, bu videoda Düşmanlarım. adam evini istəyir. Ben özümle kışım otururum.
Ben de vaxtı kırar korsan kalacağım ben. Hara çıxıram? Gel qalacım çöldə. Bəs bu xanım çöldə qalsa necə olacaq? Bir otağı vermedim ben de geldim oturdum. Ben de vaxtı Hara verim? Küflətdir, hara verim? Sənin mənim evimdə nə işin var ay bacım? Mənim evdə gəlinim var, oğlum var, nə işin var? Hadi kalın. Dinlediniz mi dostlar? Mən indi bu adama ne diyeyim? Və yaxud da sizin fikirlərinizi çox istərdim ki, yəni bilim, rəylərdə yazın, hörmətli izləyicilər. Çox xahiş edirəm sizlərdən. Bu adamlar şəxsi mülkləri kimi gəlib oturublar cəmaatın evində. Bu adam dırnağı ilə, dişi ilə gedib qazanıb, əzab, əziyyətlə özünə bir kömə alıbdır. Öz şəxsi mülküdür. Amma bunlar adamın şəxsi mülkü olduğu halda öz şəxsi mülklərini hesab eləyirlər. Oturmuşsan 30 ildir bəsdir də. Nə istəyirsən? İmkan ver. Torpaqlar deyirdim bugüne kadar. Torpaqlarımız deyirdiniz. Bizim torpağımızı qaytaran, biz heç nə istəmirik, biz qayıdıb gedəcəyik, nə bilim, nə edəcəyik. Min bir bahanələrlə dövləti taladınız, yediniz bugüne kadar. Həmişə bahanəniz olur ki, sizin torpaqlarımızı geri qaytarın, verin, bizə heç nə lazım deyil, biz çıxıb torpaqlarımıza gedək. Aldılar torpaqlarımızı, çıxın gedin də, cəmaatın evini boşaldın. Çıxın cəmaatın evindən. Bu kadar arsız olmayın. Bu kadar üssüz olmayın. Sen de kasıbın uşağısan. Ben de kasıbın Sen niye Mal vuruşmursan? silah vermir. He? Mal silah vermez. Gerek bu dakika ben sana silah verip gerek. Canım için onda kop oyunumu gönderşirim bir Bakın, yere. bakın bahaneye bakın. Bu oyunumu yollarsın. Yok. Şuna şaka mı bu? Bakın. Şuna şaka. Bak siz belə olmasınız. Torpaqlarınızı koyup belə qaçmısınız. Bir güllə atılmadan belə torpaqlarınızı, laçını koyup qaçdınız. Arvad-arvadlığıyla görün nə deyir. Görün nə danışır arvad-arvadlığıyla. Siz belə kişilər olmuşsunuz. Arvadlarınızdan boşanmışsınız. Arvadlarınızı verip qabağa dövləti talamakla məşğul olmuşsunuz. Bu da mı sizin kişiliğiniz? Torpaqlarınızı koyup kaçıp indi de cemaata gelip burada aşağıdan yukarı ağzınıza gelen danışırsınız. Eğer buna siz kişilik deyirsinizsə, buna siz mərdlik deyirsinizsə, buna deyirsinizsə ki biz əzab çəkmişik, biz əziyyət çəkmişik, biz nə bilim bizi belə elədilər, bizi falan eyləməyəydilər, torpağını qoruyaydın. Niye koyup kaçırdın? Niye koyup kaçırdın? Ben Qubanın Xınarlıq kəndində yaşayıram. 50 yaşım var benim, ben bugüne kadar Qarabağdan ne bir çöp kadar mənfəət görmüşəm, ne de Qarabağın üzünü görmüşəm. Ama benim övladım getdi Qarabağ üçün öz xidmət borcunu yerinə yetirdi, qayıtdı gəldi. İmənoyda müharibə gedən vaxtında. Cəmaatın balaları çoban, yaza bilməyən, oxuya bilməyən, heç nəydən anlayışı bilməyən, brrrr eləyən, qoyun saxlayan bir çoban getdi sənin torpağını qorudu. Sən amma gəlib Bakıda dövlətin büdcəsini talamakla məşğul idin. Arvadından boşanıb uşaqlarından verib xəstəliklə, dəlilik kağızı ilə dövlətdən pul qoparmaqla məşğul idin. Cəmaatın əli qolu getdi. Cəmaat gözlərini itirdi. Cəmaatın balaları başının yarısını itirdi. Şikəst oldular. Qazilər özlərini yandırdı. Bu kadar qeyrətli idinizsə, bu kadar vicdanlı idinizsə, sizin üçün döyüşmüşdü, sizin torpaqlarınız üçün döyüşmüşdü, Qarabağ üçün döyüşmüşdülər onlar. Niye birinizin səsiniz çıxmadı o qazilər özlərini yandıranda? Niye biriniz çıxmadınız bu kadar güclü idinizsə, bu kadar belə sözünüzü deyən Qarabağlılar idinizsə, Səidə Bəkir qızını topa tüfəngə tutmaqla deyil, çıxıb o vaxt o qazilər özünü birini yandıranda deyərdiniz, bir qazinin yanında duraydınız, bir qaziyə bir dəstək duraydınız, niye eləmədiniz? Kişilikten burada danışmakla değil, çıkıp sosyal şəbəkələrdə telefon arkasında Şirə Aslana dönməklə demək, Şirə Aslana dönmək yani asandır. Bugüne kadar hansı bir qazinin yanında durdunuz? Sizin için döyüşmüşdü, canından qanından oldular. Bu kadar şəhid ovladlarımız, balalarımız var. Bir şəhid ailəsinə gedib 5 tane evim var deyip danışırsan buradan, göt atırsan cəmaata. Şərəfsiz, 5 tane evi olan şərəfsiz, sənə deyirəm buradan. Bir dəfə getdin bir qazinin bir şəhid ailəsinə aparıb 5 manat kömək eləmisənsən. Mən övlad böyütmüşdüm özüm üçün. Mən bugüne kadar dövlətdən 1 manat pampers pulu almamışam uşağım üçün. Amma mən uşağımı göndərdim sənin Qarabağında, sənin torpağına qorusun deyənə, getsin vuruşsun deyə. Mənim neyimə lazım idi Qarabağ?
Mən Qarabağdan mənfəət götürürəm. Qarabağda torpağım var. Qarabağda mənə nə bilim ev veriblər, eşik veriblər. Nə veriblər mənə? Nəyim var mənim Qarabağda? Qarabağ sizin idi. Amma bugünkü gündə siz hər yerdəsiniz. Biz sizə qucaq açdıq. Gəlmişsiniz bugünkü gündə Qubanın Xınarlıq kəndinə qədər çıxmışsınız. Təsəvvür eləyin siz. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Xınarlıq kəndində obyektlər açmışsınız, villalar tikirsiniz. Nə bilim, restoranlar açırsınız. Cəmaatın evlərini girib əllərindən alaraq, dövlətin pulunu dəllik kağızları ilə gedib pensiyalar, sosial imtiyazlar tələb edib alaraq, torpağı bahanə eləyib, verirsən mənə bunu verməlisən, vermirsən mən torpağımı ver, çıxım gedim deyərəkdən min bir bahanələr elədiniz, gəlib Xınarlıqda villalar, restoranlar açdınız. Utanıb yerə girirsinizmi siz? Bugünkü gündə diliniz pabuç qədər metrə yarım çıxır ağzınızdan. Elə də danışırsınız ki, elə bil ki, uca dağları siz yaratmışsınız. Kişiliyiniz olsun ha sizin. Qeyrətiniz olsun sizin. Qulaq asın. Hər vaxtınız xeyir olsun. Bir şey sizin diqqətinizə çatdırmaq istəyirəm. Millət vəkili Məlahət İbrahim qızı belə bir çıxışla, belə bir paylaşımla diqqəti cəlb edib. Bugün sosial şəbəkələr hamı bu barədə yazır. Mən də bir vətəndaş olaraq öz fikrimi bildirəcəm. Deyir ki, Xankəndidə yaşayan ermənilərə 30 illik müddətdə, yəni onların təqaüd verilsin. Onlar 30 il orada yaşayıblar, onlara təqaüd verilsin. Mən buradan səslənirəm, həmən o qadın. Niyə diliniz qısadır? Niyə de çıxıb bu deputat haqqında danışmırsınız? Erməniyə təqaüd verilsin deyir, erməninin uşağına pul verilsin deyir. Mən bu ölkədə 30 il sustum sizə görə. Səsimi çıxartmadım. Mən bu dövlətdən 1 manat almadım. Amma mənə çatan pulu aparıb hansısa erməniyə təqaüd verəcək, hansısa erməninin balasına çörək pulu verəcək, hansısa erməninin balasına pul ayıracaq dövlət. Niyə buna çıxıb sözünüzü deyə bilmirsiniz? Ha? Çünki siz özünüz də talamısınız dövləti. O bəziləriniz, söhbət hamıdan getmir ha, yaxşılarından iraq. Bəziləriniz o ermənidən də betərsiniz. Siz belə adamlara göz yumursunuz. Çünki siz onların qohumlarısınız. Zaten oradan gəlmişsiniz. Niyə buna bir söz demirsiniz? Yoxdur sözünüz deməyə. Amma mənim var. Mənim uşağımın, mənim övladımın, mənim xalqımın, millətimin balasının haqqını kəsib aparıb erməniyə indi şey verəcəklər. Nədir? Təqaüd pulu verəcəklər, çörək pulu verəcəklər, nə bilim, nə qayıracaqlar. Niyə? Bugüne kadar 30 ildir size yedizdirdilər. Heç olmasa indi də bizə yedizdirsinlər. Biz bu xalqın övladı deyilik mi? Biz bu xalqın, bu ölkənin vətəndaşı deyilik mi? Bizim balalarımız doğuşan balası mıdır? Biz insan deyilik mi yani? Bize niye eyləmirlər? Niye bu dövlət bizi görmür? 30 yıl yedizdirdiniz bu insanları. Her şeyi pulsuz eylediniz. 30 yıl istemirik. Heç olmasa bu kadar cemaatın banklara borçları var. Cemaat bu da kırılıp gedir acından. Bu milletin yanında durun. Heç olmasa bu millete bir çöp kadar faydası olsun bu devletin bugüne kadar size ettiklerini yeter ya, bəsdirin. İndi de heç olmasa kalan bu öz vətənində, öz yerlərində, öz ünvanlarında, öz ne bileyim doğulduğu yerlərində yaşayan insanlar da heç olmasa bu dövlətdən faydalansınlar. Hələ də sizin üçün eləyirlər. Hələ də sizin Qarabağınızı tikirlər. Hələ də sizin Qarabağınızda milyonlar tökülür. Bugüne kadar da çörək pulu alıp yersiniz, pensiyalar alıp yersiniz. Götünüz çatmır buna söz demeye. Hele durun. Diğerler de var. Sizler Bakı'dan orada burada Ermeni Bakın buna. sarılır, ağlayarak gitme deyip ağlayarken Qarabağlıları orada vətən qoyuyorlar. Erməninin 40 ilinde kirada otururdunuz. Olan evinizin həyəti belə yox idi. Çıx damında güləşlənirdi. Görün ne danışır. Ben Qarabağlı da değilim diyor. İmarəti var idi və postanı bağ nöqtəsi var idi. Haddiniz bilir. Bu bilirsiniz kimdir? Adını bilmirəm. Mən sizə deyim. Bu 100% hansısa bir Qarabağlıya ərə gedib. Sonra da boşanıb, yaxşı ev əşi əldə eləyib, yaxşı pul yığıb, Qarabağlıdan doğub 3 dənə 4 dənə uşaq dövləti talayıb yiyənlərdən biridir. Bu da Bakılıyam deyir. Ben Qarabağlı deyiləm deyir, Qarabağlıların tərəfində dur. Tutsun Qarabağlıların tərəfində, yaxşıların tərəfində dursun. Amma şərəfsizlərin tərəfində durmasın. Sən bugünkü gündə bak bunun kimi insanların ucbatından biz karşı durmadayıq, bir-birimizə didirik. Bize qıraqdan düşmən lazım deyil. Elə bunlar bize yeter.
ara qarışdıranlar, təxribat törədənlər, insanları bir-birlərinə vuranlar. Dövlət bunları axtarsın, tapsın. Bunların başına çöksün. Ağa babalar kimi oturmuşsunuz orada, kef edirsiniz. Neftin pulunu yeyirsiniz. Gələn vergiden gələn pulları yeyirsiniz. 1 manat mən Azərbaycan vətəndaşı olaraq hələ bugünə qədər dövlətdən 1 manat pul almamışam. Mənə yarımcan olduğuma görə mənə verdiyi pulları cəmi cümlətəni bugünə qədər 150 manatdır. İllərdir. 47 manatdan 150 manata, dünənlərim 180 manata qaldırıb. 180 manatdan mən nətər yaşayayım? 7 baş ailəyəm, 6 baş ailəyəm. Nətər yaşayayım? Deyin də siz mənə. Amma sizlər hər tərəfli dövlətin malını, mülkünü taladınız, istifadə elədiniz. Biz də insanıq da, bizə də versinlər. Bizə niyə vermirlər? Hələ bir başqaları var. Onları da göstərəcəm. Senden onu istedim ki öz evimi istedim. Öz evimi istedim. Adam öz evini istəyir. Siz bax busunuz, çıqansınız siz, çıqan. Şivən salırsınız. Belə şivən sala siz dövləti taladınız. Cəmaatın evlərinə girdiniz, cəmaatın evlərini əlindən aldınız. Satdınız, istifadə elədiniz. Bax belə şivən salaraktan. Hani bunun əri, bunun kişisi yoxdur, çıxıb danışsın da orada. Niyə danışmır? Çünki boşanıb, dili yoxdur. Danışa bilmir. Boşanıb istifadə eləyirlər. Hər şeydən istifadə elədiniz. Səidə Bakir qızı haqqında danışırlar. Səidə Bakir qızını nə bilim belə elədi. Sən belə danışa bilməzsən. Sən elə danışa bilməzsən. Yazıqlar olsun sizə. Sizə yazıqlar olsun. Gülünc vəziyyətə salmışsınız özünüzü. Buna baxın hələ. Hələ bir buna baxın. Bunun danışığına baxın. Azərbaycanıma döndüm. Keçmiş Naharda gedəndə deyir stop verib Azərbaycan. Yalansın sənə otoma lənət olsun. və canında qoymuşam. Oğraş və bedirət deyirəm. Arvadının başını tutan. Danışığına baxın. Ağsaqqal adam. Adres ver, ünvan ver, gəlim səni başa salım. O Bak. başqına haqqında dediyin sözü sənə yedirdim. O səydədir, nədir, nə zibildi. O zibil yeşiyindən çıxanlardır. Baxın. Geçsin baxsın. Zibil sənin özünsən. Bir qeyrət də sənin özünsən. Kimə sən nə başa salarsan ha? Sənin özün başa salan lazımdır. Sənin uca beynin quruyub. Yalandan burada basıb bağlamaqla da elə stop verdim, mən geri döndüm, nə bilim neyinisən, basıb bağlayırsan burada. Özünüzü kişi hesab edirsiniz. Əxlaqsız çıxıb burada ağzınıza gələn danışırsınız. Bu millət sizə qucaq açdı, qucaq. Qucaq açdı. Sizi qucaqladı. Bağrına bastı bu millət sizi. Bu xalq sizi bağrına bastı. Hələ orada bir başqası var. Göstərəcəm indi onu da sizə. Durun. Hələ bir buna baxın. Qaçqın, məcburi köçkün haqqında diqqətsiz danışmaq nə deməkdir? Təkcə Ağdamdan Füzulinin 10.000 şəhidi var. Bu adam deputat işləyir. Deputat. Fikirləşirsiniz, nə danışırsınız? Baxın. Siz fikirləşirsiniz, nə deyirsiniz? Torpaqlara qayıtmaq istəmir və s. Sual edirəm, Gədəbəli gəlib Bakıda yaşamır? Lənkəranlı gəlib Bakıda yaşamır? Ay deputat. Qusarlı, Balakənli, Oğuzlu... Ay deputat. Qusarlının 5'i 10'u gəlib yaşayır Bakıda. Amma qaçqınların 1 milyon yarımı gəlib yaşayır. Ay deputat, tupoy deputat. Ay İqbal Ağazadə. Sən 1 milyon yarımın taladığı ilə 5 işləyib qazandığı ilə, cəmaatın əlindən aldığı ilə 5 dənə Qusarlının, Qubalının və yaxud da Gəncədən gələnin işləyib qazandığını bil eləyirsən. Sənə deputat deyənin zatına ləhnət. Bunların ağlına bax, bunların düşüncə tərzinə bax. Sən deputat olaraq ağıllı, ali təhsilli bir insan durub sən də bugünkü gündə bu formada fikir bildirirsənsə, daha mənim deməyə sözüm yoxdur. Ölüb yerə girək daha biz. Üz qoymadınız kişi bizə. Mən sizin yerinizə utanıram. Vallahi biz utanırıq sizin yerinizə.
Belə danışanlar, belə nə bilim ali təhsillilər, deputat işləmişlər, vəzifəlilər falanlar. Siz də belə fikir bildirdikdən sonra biz nə qayraq daha? Gör kimlərin əlində qalmışıq biz? Yolda kışkıra kışkıra. Qulaq asın. Bir tane binamız kayıtmadı. İnan bu torpa bu insana lazımdır. Bu defa. Eşidirsiniz nə deyir? Her şey farklı. Bunu siz özünüz deyirsiniz. Sizin Qarabağlılar deyil. Qoyub torpağınızı qaçdınız. Sizin Qarabağlılar bunu danışır. Biz danışmırıq. Faktlar var ortada. Benim elimde esaslar var. Şu anda 9 idi. Bununla belə çıxıb diliniz bu qədərdir. Danışırsınız. Torpağımız belə getdi, biz nə bilim əzab çəkdik, biz zülüm çəkdik, biz əziyyətlər çəkdik, biz palatkalarda yaşadıq, biz nə bilim neynədik, biz nə bilim neynədik. Millətin qanını içdinizə siz buraya gələndən sonra. Bu millət ancaq dala getdi, cəmaat hamısı banklardan asıllı bir vəziyyətə düşdü. Nəyə görə? Sizə görə. Bütün ayrılan pullar Qarabağa gedir. Bütün ayrılan pullar sizin qarnınıza getdi. Sizin o, yəni ki, xidmətdən qaçıb yararsız vəziyyətə aldığınız dəllik kağızlarına aldığınız sənədlərə o pullar getdi. Sizə yedizdirdilər. Sizi içizdirdilər. Torpağını qoyub qaçıb gələn indi cəmaata gəlib burada xalqa millətə göt atırsınız. Sürü sürətdə boşanırlar ki, yəni məcburi köçkün evdən təmin olsun. Çünki ayrılanda artıq xanım olur, məcburi köçkün sürü sürətdə boşanırlar ki, Поздравляем, этот день настал. Deyiləcək söz tapa bilmirəm. İnandırım sizi, gerçekten de deyiləcək söz tapa bilmirəm. Baxıram burada, utanıram, yerə girirəm. Elə insanlarsınız ki siz, qaraçısınız, cigansınız. Mən bilmirəm siz nə millətisiniz ha? Nətər insanlarsınız siz? Mən heç nə deməyəcəm. Bir videonu sizə izlətdirəcəm. Və onunla da bilin ki siz bax busuz, beləsiz. Birbirinizin ayağının altını qazansınız, birbirinizin götünə vedrə bağlayansınız, birbirinizi 5 qəpiyə satansınız. Səidə Bəkir qızı sizin üçün damı olmayanlara damı oldu. Səidə Bəkir qızı acından ölənlərinizə gətirdi, çörək verdi. Səidə Bəkir qızı sizlərə çox yaxşılıqlar elədi. Bugünkü gündə siz Səidə Bəkir qızını ağzınıza gələn deyib onu alçaltmağa çalışırsınız. Şərəf və ləyaqətini tapdalayırsınız. Tüpü sizin qeyrətinizə, namusunuza. Vicdansızlar. Bu yaxşılıqları eləyəndə niyə görmürdünüz Səidə Bəkir qızını? Haradaydınız? Bu video öz sözünü deyir. Bax siz belə millətsiniz. Özünüz deyirsiniz. Özünüz danışırsınız. Özünüz də açın o kar qulaqlarınızı eşidin. Siz bax belə insanlarsınız. Belə şərəfsiz adamlarsınız siz. Qulaq asın. sürətdə boşanırlar ki, yəni məcburi köçkün evdən təmin. Alo Terika. Salam. Qulaq asın. Hər vaxtın xeyir. Çox hörmətli Səidə xanım, xanımların xanımı Səidə xanım. Mən yenə də sizə Mən bu videodan sonra heç nə deməyəcəm. təşəkkürlər edirəm. Sözümü burada da yekunlaşdırıram. İki balalarımın adından. Hörmətli Səidə xanım. Mən qeyd etdiyim kimi mən də qaşqınım. O qaşqın ki, Qərbi Azərbaycandan ilk qaşqınlardan biri də mənim. Gölçə mahalından, Basarkeçər rayonundan, Qarayman kəndindən. Qeyd etdiyim kimi mən Əliyev İlqarın, İsmailoğlunu və iki balalarımın adımıza ölüm şəhadətnaməsi, ölüm kağızı çıxardanlar. Mənim və mənim balalarımın adımıza ruhi psixi xəstə kağızı çıxardanlar, bəli, qaşqınlardır. Kimlərdir o qaşqınlar? Bax. Dinləyin, yaxşı dinləyin. Aslanov isə Müzəffəroğlu, uşaqlarımın doğmaca dayısı.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Aslanov İsə Müzəffəroğlu. Mənim qaynım, uşaqlarımın dayısı. Bu, Nurəddin Fərzəliyev, Qərbi Azərbaycanlı kəndin icra nümayəndəsi. Bu, Mehdi, mənim doğmaca bacımın yoldaşı, əri. Əslən Qərbi Azərbaycanın Dərədəyəz mahalından. Bu, Fatma Hacıbəyli, əslən Qərbi Azərbaycanlı Göyçəli, Fatma Hacıbəyli. Bu, Etibar, ki, əslən Qərbi Azərbaycanlı Basarkeçən rayonunun Zot kəndindən Etibar Məmmədov, kənd icra nümayəndəsi. Bu, Aslanov Boris, mənim uşaqlarımın dayısı, mənim qaynım, kəndin bələdiyyəsi. Bu, Hənifə, kənd icra nümayəndəsinin mavini və bax, burada da bunlar. Yəni sözümün canı budur ki, hörmətli, çox hörmətli Səidə xanım, sana, sənin balalarına mən qurban olum, mənim canım qurban olsun. Dönə-dönə sizə xahiş deyirəm, dönə-dönə sizə müraciət edirəm. Yaxşı ki, siz Səidə xanım varsınız. Səidə xanım kimi jurnalistlər, qeyrətdilər. Bizlərin qaydına qalanlar varsınız. Siz olmasaydınız, indi bizi çoxdandan ayaqlayıb keçmişdilər. Həmin o göstərdiyim adamlar, Səidə xanım, qeyd etmişəm, edirəm, yenə dedəcəm. Mənim Göygöl rayonunun Kutlu kəndindəki evimi baxın. Bu mənim Göygöl rayonunun Kutlu kəndindəki evimdir. Onu da qeyd edim ki, Göygöl rayonunun Kutlu kəndi, bax indi bu hal-hazırda mən yaşadığım kimi. Erməni kəndi olub 1990-cı ilə qədər. Biz həmin erməniləri çıxartmışıq. Mən də bu evi almışım. Mən qeyd etmişəm, edirəm bu evdən, mənim bu evimdən. Bir ədəd qızıl samavar tapmışam, 4 kilo çəkisində. 2 ədəd qızıl kəmər tapmışam, biri kişi kəməri, biri qadın kəməri. Bir ədəd qızıl Çinin jaronik deyirlər tapmışam, bir ədəd də qızıl kəsə tapmışam. Ay sizə qurban olun. Həmin qızılları, o göstərdiyim adamlar 51 olublar. Mənim bu qaynım vəzifə başda olmaqla uşaqlarımın dayısı qeyrətə baxın da. Bunda olan qeyrətə bax, namusa bax. Mənim adımı ona görə olmaq çıxardıblar ki, mən adda bu adam yoxdur. Yaşı mən yoxum, mən ölmüşəm. Qeyrətsiz, namus. Eləcə də mənim bu bacımın yoldaşı, kənd icra nümayəndəsinin mavini, sənət təsdiq, 51 olurlar. Eləcə də bu Nurəddin, eləcə də bu Boris, bu Etibar və s. və ilaxır. Bunlar mənim bu evimi söküblər, dağıdırlar. Niyə? Ona görə ki, buradan qızıl axtarıblar, qızıl tapıblar. Mən İlqarı həbs elətdiriblər. 15 sutka, 20 sutka, bir ay. Bax bu isə uşaqlarımın dayısı, buna gəl dayı demək olarsa da. Beqriyyət. Vəzifəsindən istifadə edib, 3 ay bir, 2 ay bir, 4 ay bir mənim evimi bu hala salıb. Axırda da bizim ailə dağılıb. Bunun bacısı, bax bu beqriyyatı, bu beynamızın bacısı mənim uşaqlarımın anası olub. Baxın, hörmətli Səidə xanım, hörmətli el, oba, mənə yazırlar, çox yazırlar. Mən çoxunu da utanıram, xəcələt çəkirəm. Baxın, görün məni bu günlərə saldırırlar. Bu günlərə polislərlə, prokurorlarla, əməkdaşlarıyla 51 olublar, məni döydürüblər, məni söydürüblər, məni toka verdiriblər. Mənə işgəncələr veriblər. İndi bunlar danışanda qeyrətdəndir. Mən şəxsən qeyd etmişəm, yenə deyirəm. Azərbaycan Respublikasının baş prokuroru Kəmran Əliyev cənabları sağ olsun. 2024-cü ilin oktyabr ayında Gəncə şəhərinə gəlmişdi, vətəndaşlarla görüşə. Bu sizin Qarabağlınızdır. Siz bax belə insanlarsınız. Öz doğmalarına, öz yaxınlarına bu formada
pula görə, mala görə, dövlətə görə əzab əziyyət verən, tutduran, şərəfsizlik eləyən, biqeyrətlik eləyən, binamusluq eləyən bugünkü gündə tabii ki də Səidə Bəkir qızına da eləyər. Siz bugünkü gündə bu hoqqalardan çıxan, bu cür öz yaxınlarınıza, öz doğmalarınıza bu formada əziyyət verənlər, siz torpağınızı da satdınız. Siz pula görə hər şey eləyərsiniz. O torpaqları da satdınız. O torpaqları da qoyub orada qaçanlarınız qaçdınız. Bir güllə atılmadan belə erməni gəldi, o torpaqlarda oturdu. Başqasının üstünə öz adınızı yazmayın. Başqasına öz adınızı demeyin. Siz bilirsiniz kimsiniz. Mən bəzilərini deyirəm, hamını demirəm. Yaxşılarından deyirəm. O bugünkü gündə çıxıb dal atanlar, göt atanlar var ya, bax onlara deyirəm. Bax, siz busunuz. Pula görə, mala görə öz doğmalarını, öz bacısının, öz qardaşının, öz nə bilim doğmasının, yeznəsinin evini yıxan insanlar qızıla görə, pula görə. Torpağını da satanlarsınız siz. Torpağını da satar, nə bilim, millətini də satar, xalqını da satar. Püh sizin qeyrətinizə. O hansı ki bugünkü gündə belə çıxıb Səidə Bəkir qızı belədir, Səidə Bəkir qızı elədir, nə bilim qarşı durma yaradırsınız, təxribat törətməyə çalışırsınız, milləti bir-birinə düşürməyə çalışırsınız ya. Bax, sizlərə deyirəm, püh sizin qeyrətinizə, şərəfsizlər. Həsdürün də, yetərin, özünüzü yığışdırın, düzən çəki verin özünüzə. Mən xahiş edirəm buradan, artıq dərəcədə dövlət başçımızdan, Ali Başkomandandan, nə qədər imkan varsa bunları tez Bakıdan, ümumiyyətlə digər rayonlardan çıxardın, göndərin öz yurtlarına, öz vətənlərinə getsinlər. Madəm torpaq deyirdiniz, madəm mənim torpağımı verin, mən gedib orada yaşayacağım deyirdiniz, çıxardın, xahiş edirəm Ali Başkomandan. Çıxardın bunları, göndərin öz torpaqlarına çıxsınlar, cəhənnəm olsunlar, getsinlər. Dövlətin sizə borcu xərci yoxdur. Hələ bir deyirsiniz də ki orada, deyir hələ mənə dövlət ev tiksin, versin, deyir ondan sonra gedəcəm. 5 dənə evim var, oğraş köpay oğlu, şərəfsiz. Hələ bir yenə də ev tikməyini gözləyirsən sənin özün üçün. Orada get tikdə canın çıxsın. Bir qeyrətlər.